Dekabr ayının 8-dən 9-dan işlənəcək və 9 günün birinci yarısına qədər olan müddət ərzində Abşeronda yenidən intensiv xarakterli leysan yağışlarının yağması gözlənilir. Artıq 9 dekabr gündüz saatları yağıntılarda fasilə ehtimalı var. Lakin buna baxmayaraq qısa fasilə aldırıcı olacaq. Dekabr ayının 9-u artıq günün ikinci yarısından başlayaraq yenidən Aralıq dənizinin şərqindən intensiv və güclü xarakterli ekstratropik siklon sisteminin daşıdığı rütubətli baxımlarının troposferin aşağı orta qatlarında rütubətin nəmi intensiv şəkildə Qafqazın cənubu, Azərbaycan arasında daşıması gözlənilir. Artıq dekabr ayının 9-undan 10-na keçən gecə isə bu sistem daha da kəsinləşəcək. Nəticədə Xəzər dənizindən daşınan davamlı olaraq şimaldan gələn soyuq hava axınları Xəzər dənizindəki rütubəti Azərbaycan arasında daşıması gözlənilir. Eyni zamanda Qara dənizdən və Aralıq dənizindən daşınan rütubətli hava axınları da Xəzər dənizinin daxilən olan, Xəzər dənizindən daşınan rütubətli hava axınlarına bir-birlərini toxuşacaq. Nəticədə xüsusən də Dağlıq Şirvan arasında və Abşeron arasında yağıntıların leysan xarakterli, intensiv, güclü, yerli, aramsız və şiddətli olması ehtimalı var. Ən riskli dövr dekabr ayının 8-i, ən riskli dövr dekabr ayının 10-u ərzində gözlənilir. Nəticədə Abşeronda ümumi olaraq dekabr ayının 7-si axşamdan başlayan yağıntıların dekabr ayının 8-də və 8-si axşamına doğru 8-dən 9-dan istəyən gecə intensiv və güclü olması, dekabr ayının 10-unda isə artıq Abşeron arasındakı yağıntıların aramsız yer-yer şiddətli yağması ehtimalı var. Bu proses nəticəsində Abşeronda əvvəlki dövrlərdə su basmaya məcbur olan ərazilərdə yenidən su basma hadisələrinin təşkillanması ehtimalı var. Xüsusən də 2024-cü ilin oktyabr ayındakı sel daşqın hadisələrinin yenidən təşkillanması ehtimalı var Abşeronda. Eyni zamanda 2025-ci ilin aprel ayının 15-i və 16-sındakı sel daşqın hadisələrinin yenidən dekabr ayının 8-i, 9-u və 10-unda Abşeron arasında təşkillanması ehtimalı var. Bu proses çox ciddi bir sistem olacaq. Dekabr ayının xüsusən də 10-unda hava şəraitinin daha da kəskinləşməsi, yağıntıların Böyük Qafqaz arasında, Böyük Qafqazın Balakən, Zaqatala, Şəki, Qalx, Oğuz, Qəbələ, İsmail, Şəmaq, Xızı, Qubal, Qusar, Xasmaz, Şabran, eyni zamanda Dağlıq Şirvan, Bakı, Abşeron, Sumqayıt və ətraf qəsəbələrdə, Mərkəzi Aranın cənub-şərqində, yəni Beyləqan, Saatlı, Sabirabad, Biləsuvar, Salyan, Neftçala, Cəlilabad, Masallı, Lənkəran, Astara, Yardımlı və Lənkəran arasında yağıntıların dekabr ayının 10-da intensiv, güclü, yer-yer şiddətli və aramsız yağması nəticəsində bir sıra ərazilərdə çaylarda suluğun artması, çayların məzarasından çıxması riski yüksək qiymətləndirilir. Eyni zamanda qurun sularının yer səthinə çıxması nəticəsində sel, daşqın, su basma hadisələrində artım ehtimalı var.